Gəldi. Mən döyürü bu. Dədəsinin yanına qalxmayım deyə, işim yarımçıq qalsın deyə əlindən gələni eləyir. Sizi mən aranızı vuraram, tələsməsən. Əsnət, sənlə planımız var aşkım. Oğlanlar birləşib, indi qızlar birləşir. Aramızda qalsın ama yaxşı ikimiz eləyəcəyik. Atanın telefonunu yoxladım gizlincə. Heç nə tapa bilmədim. Ya silib, yəni titiz görüb işini, ya da ki həqiqətən zibili yoxdur. İndi nə eləyik? Atam. Can. Heç nə tapa bilmədim axı. Şərriyirik atanı, eşitdin məni. Mən deyəcəm ki, sənin qızla yazışmağı tutmuşam, belə düşəcəm onun üstünə, onu eləyəcəm, hırpalayacam. Sən də deyəsən ki, ofuş, deyən, nə zibili var atanın, nəylə onu eləyə bilərik, haqlı çıxarda bilərik özümüzü. Deyən, o gün sən yox idin, xəstəxanadaydın, molda McDonald's yeməyə gedəndə qıza baxırdı deyən, restoranda. Yaxşı, mənə kömək eləysən, sonra deyən, yolda gedirdik hələ, sən yox idin deyən, dedim ki, ata qıza bax, çöndü, baxdı ki, hanı, belə şərriyə bilərsən ata. Gedirik ona qışqırtma eləməyə, başına oynatacağım. Rast ki, sən mənə zibil vermədin, mən sənə hədələməyə heç nə tapmadım, evə qurma hədəliyərəm, tələsmə.